Salam dostlar, gördüğünüz kimi bugün bizə belə bir gilas yarpaqları ilə müraciət olunub. Üç cür fərqli yarpaqlardır. 1, 2, 3 ayırmışam bunları. Bunlarda birinci zərərvericidən şübhələnirdim. Zərərverici izinə rast gəlmədim. Heç bir trips, gənə, mənnə izinə rast gəlmədim. İndi vizual olaraq baxış keçirdirəm və görürəm ki, burada yarpaqlarda sanki xlorofil istehsal edə bilmir. Dəmir çatışmır elə bil. Yəni bunun bir neçə səbəbdən də ola bilər. Belə yarpaq məsəl üçün yüksək torpaqda pH olanda da dəmir mənimsənilə bilməyən formaya da keçə bilir. Yəni xloroz əlamətinə oxşayır bunlar. Suyun çox olmağı, köklərin nəfəs ala bilməməyi də yarpaqları bu hala sala bilir. Element əksikliyi də ola bilər. Dediyim kimi dəmirdir, maqneziumdur, azotdur, sink çatışmazlığından yarpaqlar bu cür rəngini dəyişə bilər. Amma bunlar isə gördüyünüz kimi bu ləkələr bunları qida mühitinə əkib hansı göbələyin olduğunu təyin edəcək. Həmçinin də bu ləkələri. Burada isə biraz vəziyyət başqadır. Sanki burada virus xəstəliyidir. Hər bir halda hər üçündə əkib nəticəni sizinlə bölüşəcəm. Birinci bu zədələnmiş hissələrdən nümunə götürəndə göbələk normalda xəstə hissədən sağlam hissəyə doğru hərəkət elədiyi üçün bunun sərhəddindən nümunə götürmək lazımdır. Bu şəkildə. Bu cür gördüğünüz gibi. Deməli bu şəkildə qida mühitinə əkmək üçün nümunələri götürdüm. İndi bunları bir dəfə spirtlə 3 dəfə distillə suyu ilə yaxalayacağım ki, saprofit göbələklərdən azad olsun, parazit göbələyi bitsin ancaq qida mühitində. Üç dəfə də distillə suyuyla yaxalayırıq. Dostlar, gördüyünüz kimi bunlar qida mühitləridir. Həmin yarpaqları bu qida mühitlərinin içində yetişdirəcəm. Çip A, yəni karot piç agardır, yerkürkü agarı, sına sindrent naş agardır, PDA potato dextroz agarı, yəni kartof nişastası agarı, bir də çizipı çapik dox agardır. NA isə bakteriyaları üçün nutrient agarı əkəcəm ki, bilim onda, çünki fərqli göbələklər fərqli mühitlərdə yetişir. Onların hamısı üçün əlverişli olan mühitlər hazırlamışam və bütün yarpaqları eyni qaydada əkib yetişdirəcəm. Birini göstərirəm, üçüncüdə də eyni qaydada əkəcəm.
Deməli, gördüyünüz kimi birinci, ikinci, üçüncü ağaclardan olan fərqli nümunələri, fərqli qida mühitlərini əkmişəm. Bir də bu nutrient aqarda əkmişəm. Belə deyək, nutrient aqardakılar 37 dərəcədə bir gün qalacaqlar bakteriyalar üçün. Bu şəkildə. Digərləri isə göbələk üçün 25 dərəcədə 3-5 gün mütəmadi nəzarət olunacaq. Dostlar, gördüyünüz kimi bu da artıq bir neçə gün sonra bunlarla nəticələrinə baxırıq. Birinci yarpaqlarda gördüyünüz kimi bakteriyanın sirayətlənməsi aydın görünür. Həm çəp aqarda, həm PDA aqarda görürsünüz, göbələk küflənməsindən söhbət belə getmir. Gördüyünüz kimi, baxın. Kiçik sirayətlənmələr, baxın, burada bakteriyanın olduğunu bildirir bizə. Gördüğünüz gibi bu birinci yarpaqlar. İkinci yarpaqları görürsünüz, göbələyi falan heç nə bitmir. Həm PDA aqarda, həm çəp aqarda, hansı ki bunu verəndə deşiklik, ləkəlikdən şübhələnirdi bu yarpaqların sahibi. Gördüyünüz kimi bakteriyanın sirayətlənməsi aydın şəkildə görünür. Burada da görə bilərsiniz. Üçüncü yarpaqlarda da həmçinin burada görürsünüz bakteriyanın sirayətlənməsini. Burada aydın bakteriyanın sirayətlənməsidir bu. Burada gördüyünüz kimi heç bir küflənmə göbələk xəstəliyindən, zərərverici izindən söhbət gedə bilməz. Əksinə olaraq gördüyünüz kimi nutrient aqar sırf bakteriya üçün olan, bax burada aydın görünür. Sirayətlənməni aydın görürsünüz. Bakteriyada bu birinci yarpaq, bu ikinci yarpaq. Yəni burada göbələyin bitmə şansı yoxdur. Yalnız bakteriyalar sirayətlənir burada. Gördüyünüz kimi. Sirayətlənməni görürsünüz bakteriyaların. Yəni deməyim odur ki, hər belə deyək, yarpaq ləkəsi, göbələk xəstəliyi və ya zərərverici həşərat izi olmaya da bilər. Yəni gördüyünüz kimi bu yarpaqlarda bakteriyal xəstəlikdir. Desəniz ki, bu bakteriyanın hansı növüdür, yəni onu mənim əlimdə təyinat aparmağa, yəni kristal fioletdir, ligoldur, spirt asitondur, sarafindir, fuksin məhlullarla qram mənfi, qram müsbət bakteriyalar olmağını yoxlamalıyam ki, mən deyim ki, burada hansı bakteriyadır. Yəni yenə də tapmaca tapmaq kimi çıxacaq. Yəni tapmaca tapmağın anında mənim işim yoxdur. Video maraqlı oldusa bəyən, nə sualınız olsa kommentlərdə bildirin.